Sualda gəlir ki, deyir qardaş, dünya sıxıntısı, eləmi? Hə, deyir məni yorur. Məni yorur. Namazda, namazda, ibadətdə dünya sıxıntısı məni yorur. Maddi cəhətdən də. Maddi cəhət, belə borc, xərc, belə hamısı. Bu duanı gətirirlər. Bu ana ümumiyyət əzbərləyin bu duanı. Bu duanı mühümdür əzbərləyin. Allahumma inni na'udhu bika və yaxud da a'udhu bika min zawali ni'matik və tahawuli bi afiyatik və fucaati bi niqmatik və cəmi'i sahatik. Deyir ki, dəhşət daha da, dəhşət. Deyir, neymətin zəval itməsindən və yaxud da itirilməsindən neymətin. Neymət deyəndə hər şey daxildir. Evlar, elm, ruzi, paltar, maşın, hər şey. Düşündüyü dünya sıxıntısı hər şey. Neymətin getməsindən, afiyyətin alınması. Afiyyət nədir? Əksi, salamatçılıq, xəstəlik. Nə ki, afiyyətin əksi var insanda. Və onun getməsi. Niqmətik, yəni ani bir anda gələn qorxu, bəla, bunlar və sənin qəzəbləndiyin hər bir şeydən sənə sonra. Bundan o heç nə yoxdur, qardaş. Bundan o tərəfə heç nə yoxdur. Ona görə bu duanı əzbərləyin və lazım olan yerlərdə, duanın məqbul olan yerlərində deyil. Ona görə də bu duanı elə inşallah şallahın izində o sıxıntılar zatlar. Və ümumiyyətlə İbn Qayyim rahimehullah keçən səfər deyirəm, gətirir ki, kimin dərdi Allah dərdi olarsa, bu məşhur məsələ, ən böyük dərdi Allah dərdi olarsa ki, razıdır Rəbbim məndən yoxsa yox. Allah Subhanahu taala deyir, onun deyir, bütün ehtiyaclarını özünə vacib bilər. Dinini Allaha zikir, qəlbini Allaha sevgi, bütün əzalarında Rəbbinə itayətdə niyyə bağlayar və ibadətə ona, bunun hamısını Allah özünə bağlayar. Bu nə deməkdir? Yəni, sənin dünya sıxıntın varsa da, Rəbbini üstün tutursansa, əsas Rəbbim razı qalsın, o gələcəkdir. Adı nədir sən afiyet? Hətta başqa bir şeydə gəlir ki, İbn Teymiyyə başqa, İbn Qayyim gətirir. Kimin dərdi, axirət dərdi olarsa, Allah ona dünyasını zəl olaraq gətirir. Dünyasını zəl olaraq gətirir. Elə belə inşallah dünya zəli. Dünya zəli olaraq yaxının altına gəlir. Bu sıxıntı düzdür, başqa bir şeydə İbn Teymiyyə rahimehullah gətirir ki, dünyası olmayan axirəti yaşamaq çətindir. Axirəti yaşamağı biraz çətindir, ona güclü səbir, güclü təqva lazımdır. Amma birinci axirət. Lakin dünyanı, axirət dərdi başqa olmalıdır. Birdə başqa. Başda. Və sonra dünya səbəblərdir. Yaşama, ibadət, oruc, itayət. Bunun üçün ümrə, həc, bunun üçün səbəbdir. Xüsusən qardaş. Bunun üçün səbəbdir. Evladdır, ailət, uşaqmır, Rəbbim ruzisini yazıqdır. Sən neyinisən elə? Nə yazıqsa o qutardı, getdi. Hətta sənin milyonların olsa belə, 1 manat yazıqsa onları yanacaqdır, amma o şey, qismət olmayacaq. Məsələn, insanlar var idi ki, olmuş haqq hesabda, pul yığır, pul dəstəlik yığırdı. Ütülük pul yığırdı. Ki, mənim milyonlarım olsun da. Özdə nədir? Yemirdi, içmirdi. Nə oldu? San gəldi, hamısının qulağını yedi. İnansan, qulağını yedi ha. Bax, nə xəşləyə bildi, nə cıra bildi. Allah sonra elə bir imtihan elədi ki, özü qayıtdı ki, Rəbbim mənə zülm etmir, Allah sonra insana zülm eləmir. İnsan öz-özünə neyini? Elədir. Yəni, Allah belə imtihanı başından qulağından yedi, tutardı. Ürək partladı. Ürək partladı, mən baş ürək partladı. Allah imza bəşət. Aynen Əcmən qarşı.